Salam kanal izləyicilərim, bugün sizlərlə gördüyünüz bu adyalı toxuyacağıq. Mən adyalı toxumaq üçün 5 ədəd Alize puf sapından istifadə edirəm. Qeyd edim ki, bu toxunuşda heç bir qırçokdan və ya şişdən istifadə olunmur, əllə toxunur və çox asandır. Toxunuşu bilməyənlər də bu adyalı toxuya bilər. İndi isə toxunuşa başlaya bilərik. Qeyd edim ki, toxunuş çox sadədir və 2-2 ilmək götürərək biz toxunuşa başlayacağıq. Yəni toxunuşu istəsəniz 30, istəsəniz 32, istəsəniz 12, yəni cüt ədədləri götürərək toxunuş edə bilərsiniz. Mən bu adyalı toxumaq üçün 48 ilmək götürərək başlamışam. Cüt ədədlər götürərək toxunuşa başlaya bilərsiniz. Yəni bu 48 yox, 50 ola bilər, 52 ola bilər. Yəni bu sizin istəyinizə bağlıdır. Mən 48 ilmək götürərək başlamışam. İndi sizə göstərmək üçün 8 ilmək götürərək toxunuş edəcəm. 2, 4, 6 və 8. İndi isə birinci sıranı toxuyuruq. Birinci sıraya başlayarkən 8-ci ilmənin arxasından sapları keçirəcəyik. İlk öncə bu ilmənin üzərinə gətirirəm bu qaydada və onların içərisindən arxadakı bu ilmələri keçirirəm. Bir daha göstərim. 8-ci ilməni digər ilmənin üzərinə keçirirəm və arxadakı sapları bir-bir həmin ilmələrin içərisindən keçirirəm. Sonra onun yanındakı 2 ilməni də birini üstü olmaqla bu ilməni üstə götürürəm və çarpaz edirəm və arxasından bu ilmələri keçirirəm. Birinci sıradakı ilmələrin hamısını soldakı ilməni sağdakı ilmənin üzərinə gətirərək, çarpaz edərək toxuyuram. Sonuncu ilmələrdə də bu ilməni digərinin üzərinə gətirirəm və toxuyuram. Üst hissəyə keçərkən bu ilməni toxumuram. Onun yanındakı ilməni digərinin üzərinə gətirirəm. Bu ilməni digərinin üzərinə gətirirəm və toxuyuram. Yenə də onun yanındakı ilmələrdə də bu ilməni bunun üzərinə gətirirəm. Bu ilməni bunun içərisindən keçirirəm. Yenə ilmələri 2 ilmənin yenə də üzərinə gətirirəm. Sapları bir-bir keçirirəm. Sonuncu ilməni də toxuyuram. Sonuncu ilmənin də içərisindən sapı keçirirəm və keçirəm üst sıraya. Üst sıraya keçərkən burada yenə də ilmələri çarpaz edirəm. Davam edirəm toxumağa. Bu tərəfdən başlayarkən toxunuşa soldan sağa doğru ilmələri soldan sağa doğru gələcək şəkildə üst-üstə qoyaraq toxuyuram. Sağ tərəfdən toxunuş edərkən isə sağdan sola doğru toxunuş edirəm. Sağdan sola doğru ilmələri qoyaraq toxuyuram. İndi yenə soldan sağa doğru qoyuram ilməni. Sol tərəfdəki ilməni və arxasındakı ilmələri bir-bir keçirirəm. Keçirdim. Birinci arxa hissədə olan ilməni, sonra isə ön hissədə olan ilməni toxuyuram. Yenə də soldakı ilməni üstə gələcək şəkildə qoyuram və əvvəlcə arxadakı ilməni, sonra isə üstdəki ilməni toxuyuram. Yenə də sonuncu ilmələri də toxuyuram.
Bu sıranı tamamladım. Qeyd edim ki, hər dəfə toxunuşa sağ tərəfdən başlayarkən ilməni toxumadan başlayıram. Onun yanındakı 2 ilməni üst-üstə qoyuram və toxunuşa başlayıram. Sonuncu ilməni də toxudum. Çıxım artıq görsənir. Yəni bu qayda ilə toxunuş edirəm. Adyala uyğun ölçüdə ilmələr götürərək. İndi isə adyanın bağlanma qaydasını göstərirəm. Bitirdiyim hissə buradadır. Ancaq mən bu tərəfdən bağlamağa başlayıram. Bu ilmənin içərisindən digər ilməni keçirirəm. Hər ilməni digər ilmənin içərisindən keçirirəm. Sonuncunu da keçirirəm. Sonuncu ilməni də keçirdim. İndi isə sapımı buradan kəsirəm və buradan bu ilmənin içərisindən bu sapı keçirirəm və bu sapı qurçaq vasitəsilə içəridə gizlədirəm və yaxud da əllə də keçirə bilərsiniz. Buradan keçirdim. Bu hissəni isə bura toxuyacağınız adyala uyğun rəngdə sapla içəridə tikirəm. Bu hissədən tikirəm. Eyni ilə bu tərəfi də. Burada qalan sapı bu hissədə ona uyğun olacaq rəngdə sapla tikirəm. Beləcə adyalımız hazır olur. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın.